Salam, bugünkü izahımız olacaq 9-cu sinif Azərbaycan tarixindən, deməli, Azərbaycan xalq cümhuriyyəti mövzusunun ardı. Mədəni quruculuq hissəsində qalmışdıq. Deməli, mədəni quruculuqda ümumiyyətlə təhsilə önəm verilir. Nazirlər Şurasının 1918-ci ilin avqustu qərarı ilə bütün ibtidai tədris müəssisələrində təhsil ana dilində aparılırdı artıq. Məktəblərdə türk xalqlarının tarixi fənni tədris olunurdu. Sonra bilirsiniz də 1876-cı ildə axı Qoru müəllimlər seminariyası açılmışdı. 79-cu ildə isə onun Azərbaycan filialı açılmışdı. 1918-ci ildə isə həmin o Qoru müəllimlər seminariyasının Azərbaycan şöbəsi Qazaxa köçürülmüşdü. Sonra 1919-cu ilin sentyabrın 1-də qərar alınır. Bax, qərardır ha bu. 1919-cu ilin sentyabrın 1-də Bakıda Dövlət Universitetinin açılması haqqında qanun qəbul edilir. Burada amma fəaliyyətə başlayır bu. İndi baxdım 9-cu sinif Azərbaycan tarixi dərsində vermir. Bu fəaliyyətə başlayır 1919-cu ilin deməli noyabrın 15-də burada ilk dərslər keçirməyə başlayır. Hansı fakültələr var idi? Tarix, filologiya, bir də tibb fakültələri. Əslində olsa 4 fakültə olmalı idi. Əvvəl bizim dərsliklərdə verilirdi. İndi amma yazılır ki, 4'ü olmalı olsa da ama 2 açılıb. Əvvəl də 2 atılacağını yazılırdı. Sadəcə nəzərdə tutulanı da yazırdılar. Sonra bax, təhsilə dəstək, mütəxəssislərin yetişdirilməsi üçün deməli 100 nəfər Azərbaycanlı gənci xarici ölkələrə göndərilir. Bunlardan səhv eləmirəmsə 13'ü Rusiyaya göndərməli. O da biraz axı Rusiya ilə münasibətlər sonra gərgin olur. Ona görə də bu baş tutmur. Sonra xeyli sayda mətbu orqanı var idi. Yəni amma burada Azərbaycan qəzeti var idi. Bu hökumətin rəsmi sənədləri, qərarları burada çap edilirdi. Sonra 1918-ci ildə Yelizaveta adı bərpa olundu, yenidən oldu Gəncə. Bilirsiniz də 1804-cü ildə Gəncə xanlığının işğalından sonra Aleksandrın arvadı Yelizavetanın şəhərinə Yelizavetpol şəhərdə polis Yelizavetpol adlanmışdı. İndi onun adı dəyişdirilib qaytarıldı, Gəncə oldu. Sonra, amma bunun qarşıdakı dərslərdə keçəcək. Sonra Kirovabad adlanır. Sonra isə 1989-cu ilin 30 dekabrında isə olacaq yenə Gəncə adı bərpa olunacaq. Sonra Qaryajin qəzasının adı da əvvəlki adına qaytarılır. Yenə bu da Cəbrayıl qəzası adlandırılır. Sonra ərazi bütövlüyü uğrunda deyək. Deməli, bilirsiniz ki, 1918-ci ildə oktyabr ayında Osmanlı Mudros sazişindən Azərbaycanı tərk edir. Yəni Osmanlı qoşunları Azərbaycandan çıxarılmalı idi. Və bunu da tərk etdikdən sonra Osmanlı ordusu, erməni quldurları Qarabağın Ermənistana birləşdirməsi üçün fəaliyyətə başladılar. Deməli, onların qarşısını almaq üçün Azərbaycan Xalq Hökuməti 1919-cu ilin yanvarında Qarabağ general qubernatorluğunu təsis etdi, yaratdı. Və burada da idarə etməyə deməli Xosrov bəy Sultanova çatdırılmışdı. Sonra eyni zamanda Naxçıvanda da ermənilər, qırğınlar həyata keçirirdilər. Yəni onlar Qarabağda da geniş miqyaslı, Naxçıvan özündə də geniş miqyaslı qırğınlar həyata keçirdi. Ona görə də yəni yerli əhali Naxçıvan əhalisini Naxçıvanın Ermənistanın əlinə keçməsinin qarşısını almaq üçün 1918-ci ilin noyabrında ATR, Araz Türk Respublikası yaratdılar. 1918-ci ilin noyabrında yaratdılar. Sonra bunu amma yerli əhali yaratmışdı. Bax, indi deyəsiniz ki, Naxçıvan üçün yaradıldı həm ATR, həm də ki, Naxçıvan general qubernatorluğu. Ona görə ki, bunu yerli əhali yaratmışdı. Ondan sonra 1919-cu ilin fevralında Azərbaycan Xalq Hökuməti burada Naxçıvan general qubernatorluğu yaratdı. ATR də bura birləşmək üçün müraciət edir və birləşdirilir bura. Yəni Naxçıvan general qubernatorluğuna. Sonra xarici siyasətdən deyək, Osmanlı ilə münasibətlər yaxşı idi. Çünki burada bizim yəni münasibətlərimiz tarixi ənənələrə əsaslanırdı. 1918-ci ilin noyabrında bilirsiniz ki, axı oktyabrdan Mudrosdan sonra türk qoşunları çıxarılır Mudrosdan sonra. Ondan sonra isə noyabrında Bakıya General Thomsonun rəhbərliyi ilə İngilis qoşunları daxil olur. Və həmin bu Mudrosa görə də Azərbaycan ərazisi Böyük Britaniyanın işğal zonasına daxil edilmişdi. Bu Thomson da gəlir burada ictimai siyasi vəziyyətlə tanış olur. Amma tanış olduqdan sonra isə o Fətəli Xoyskini, yəni hökumət başçısı Fətəli Xoyskini ölkədə yeganə mülki hakimiyyət olaraq yəni tanıyır, qeyd edir orada. Sonra Paris konferansına danışaq, yəni bizimkilərin Paris konferansına getməsindən danışaq. 1918-ci ilin dekabrın 28-də, 18-ci ilin dekabrın 28-də Paris konferansına gedəcək nümayəndə heyətinin tərkibi təsdiq olundu. Nə zaman? 18-ci ilin dekabrın 28-də təsdiq olundu. Bunda sədr, bununla başçılıq edir heyətə Əli Mərdənbəy Topçubaşov. Deməli, həmin
biraz Fransa viza verməsini geliştirmişdi deyə ona görə də 4 ay sonra hökumət Parisə gəldi və 1918-ci ilin 28 mayda. Baxın 19-cu ilin üzrəyəm, 19-28 mayda. Baxın 18-ci ilin 28 dekabrında nümayəndə heyəti təsdiqləndi, kimlər gedəcək. 19-cu ilin 28 mayında isə deməli həmin ABŞ prezidenti Woodrow Wilson qəbul etdi. Deməli 28 dekabrda nümayəndə heyəti təsdiqləndi. 28 mayında isə 19-cu 28 mayında isə Woodrow Wilson bunlarla görüşdü. Yəni yumanmasına da səbəb dediyimiz kimi də burada problemlər yaratması idi. Fransa hökumətinin viza verməklə bağlı problemlər yaratması idi. Sonra Əlimərdan Boytevsubaşı burada memorandum hazırlamışdı. Həmin bu memorandumda Azərbaycan müstəqilliyinin tanınması, sonra millətlər cəmiyyətinə üzv qəbul olması, bu kimi məsələlər yəni burada öz əksini tapmışdı Azərbaycan xalqı ilə bağlı və yeni yaranmış yəni bu respublikaların tanınmasına əleyhinə olan yeganə olaraq Fransa idi. Demək olar ki, yəni yeni yaranmış respublikaların tanınmasının əleyhinə idi. Sonra İtalyanların Cənubi Qafqazı cəlb edilməsi ideyası var idi. Bunu ilk dəfə ingilislər irəli sürmüşdülər. Lakin yəni İtalyanlar mandatlığa götürmək istədiyi ərazini qoruya biləcək gücdə deyildilər. Yəni o gücdə deyildilər. Ona görə də yəni amma bunların ilk dəfə mandatlığa götürmək yəni ideyasını irəli sürən ingilislər olubdu. Sonra axır ki, nəhayət ki 1920-ci ilin yanvar ayının 11-də Paris Sülh Konfransında Azərbaycanın müstəqilliyi de facto yəni faktik olaraq tanındı. Və 1920-ci ilin əvvəllərində Azərbaycan Hakimiyyəti hökuməti ABŞ-ni, sonra İngiltərəni, sonra İtalyan nümayəndələri ilə bir sıra iqtisadi müqavilələr bağladı. Sonra mehriban qonşuluq siyasətindən danışaq. Deməli, bu Cənubi Qafqazda yeni yaranan da hansı dövlətlər var idi. Bunların əsas problemlərindən biri sərhədlərin dəqiqləşdirilməməsi məsələsi idi. Məsələn, Ermənistan tərəfi İrəvanı istəyir. Milli Şuranın 29 may 1918-ci ildə keçirdiyi iclasında qərar alınır ki, İrəvan verilsin ermənilərə. Amma bu şərtlə verilsin ki, ermənilər Azərbaycanın digər bölgələrinə, Zəngəzur, Naxçıvan, Qarabağ, sonra Şərur dərələyəcə olan iddialarından əl çəksinlər. Yəni bu şərtlərlə verilir. Sonra bax, Qacarlarla münasibətimizdən deyək. Qacarlar ilk öncə münasibəti yaxşı deyildi. Çünki Cənubi Qafqazda da iddialar vardı. Həm də yəni orada da belə bir dövlətin müstəqillik ideyasının yaranmasına ehtiyat etdiyi üçün yəni münasibətlər yaxşı deyildi. Amma iki dövlət arasında diplomatik danışıqlar nəticəsində 1920-ci ilin martın 21-də Novruz bayramı günündə Qacarlar dövləti ilə dostluq müqaviləsi bağlanır. Bu da de jure tanıyır. Deməli, hər iki dövlət bir-birinin ərazisində də eyni zamanda səfirliklər açdılar. Yəni müstəqil dövlət olduğunu göstəricisinin bir əlamətidir. Sonra 1920-ci ilin əvvəllərində yəni Azərbaycan ümumiyyətlə Sovet Rusiyasına qarşı da, Ermənistana qarşı da çalışır ki, normal münasibətlər, qonşuluq münasibətləri keçəsin. Amma bunlar yəni öz xülyalarından əl çəkmirlər. Diplomatik təzyiqlər göstərir. Məsələn, Rusiya o zaman Çiçerinin başçılığı ilə notalar göndərir. Yanvar ayında, mart ayında notalar göndərir. Amma Azərbaycan tərəfi də, yəni Xoyski hökuməti cavab verir ki, bu sənin öz daxili işindir. Yəni biz ona qarışmırıq. Amma deyir, ikinci nota daha təcavüzkar olur. Sonra yəni Azərbaycan hakimiyyətini daxildən çökdürmək üçün bizim içərimizdə 1920-ci ilin fevralında Azərbaycan Kommunist Partiyası AKP-ni yaratdılar. 1920-ci ilin fevralında. Bir vacib məqamı deyim. Bax, bunun yaranması, yəni AKP-nin yaranması hakimiyyətin vaxtından yaranıb. Yəni hakimiyyətin süqutundan sonra yaranmır. Elə hakimiyyətin mövcud olan vaxtdan. Niyə? Daxildən onu çökdürmək üçün, ona görə yaradılır. Sonra bir də onu qeyd edeyim. Ötən video izahında demişdim, amma onlar silinibdi. Ona görə yenidən deyirəm. Hakimiyyəti 3 şəhərdə fəaliyyət göstərdi. Tiflis, Gəncə, Bakı. Tiflisdə yarandığı vaxtdan da bilirsiniz, deməli 1918-ci il 28 maydan 1918-ci ilin 16 iyununa qədərdir. 1918-ci 16 iyundan 1918-ci ilin 17 iyununa qədər Gəncə dövrüdür. 17 sentyabra qədər, üzr istəyirəm, 17 sentyabra qədər Gəncə dövrüdür. 1918-ci ilin 17 sentyabrından isə
Bakı dövrüdür. 1920-ci ilə qədər, yəni aprelin 28-nə qədər isə Bakı dövrüdür, süqutuna qədər. Sonra 5 hökumət kabineti olubdur. Dediyimiz kimi burada 3-ünə Xoyski rəhbərlik edib, 2-sinə isə Nəsib bəy Yusif bəy rəhbərlik edibdir. Deməli, birinci kabinet 1918-ci il 28 mayından 1918-ci ilin 1918-ci ilin 16 iyununa qədərdir birinci kabinet. İkinci kabinet deməli iyundan 1918-ci ilin iyundan deməli iyunun 19-u 1918-ci ilin dekabrına qədər ikinci kabinetdir. Yenə bunun da başçısı Xoyskidir. Üçüncü kabinet 1918-ci ilin dekabrından 1919-cu ilin aprelin 14-nə qədərdir. Bunun da başçısı Xoyskidir. Dördüncü kabinet 19-cu ilin deməli 1919-cu ilin aprelin 14-dən 1919-cu ilin dekabrına qədər 4-cü kabinetdir. 19-cu ilin hadisələrin çoxsu 4-cü kabinetə düşür, bir yerdə saxlayın. Və 5-ci kabinet isə 19-cu ilin dekabrından 1920-ci ilin mart ayının 30-una qədərdir. Əslində qalsa 6-cı kabinetdə yaradılmaq tapşırıldı Hadzinskiyə, amma Hadzinski nə qədər sosialistlərə güzəşt etsə, nələr də, yəni güzəştlər etsə də 6-cı kabineti yaratmaq mümkün olmadı. Belə bu qədər, növbəti izahımızda görüşənədək.